Hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U12 Liqası Kapital Baku Xançınar görüşünü sizlərə təqdim edirik. İnanırıq ki, bir saat ərzində hər iki komandanın ifasında gözəl futbol izləyərik. Birinci turun oyunudur. Mövsüm ərzində bütün komandaların oyunlarını sizə təqdim etməyə çalışacağıq. İndi isə bu oyun haqqında danışmaq lazımdır. Xançınar və Kapital Baku birinci turda üz-üzə gəlirlər. Oyunu idarə edən hakimləri sizə təqdim edirəm. Maksud Şamiyev və Sənan Atayev. Onlara da hər iki komandaya bugünkü görüşdə uğurlar arzu edirik. İndi kapitanlar və hakimlər topu və meydanı seçəcəklər. Kapital Baku'nun kapitanı 7 nömrə Səid Ağazadə, Xançınardan isə 10 nömrə Əfsələddin Yusiflidir. Kapital Baku komandasının təcrübəli baş məşqçisi Tural Hüseynov ekranlara gəlir. Və mərkəzdən Məhəmməd Lətifli topu oyuna daxil edəcək. Komandaların heyətləri ilə tanış olmağın vaxtıdır. İlk növbədə Xançınar və start götürdü. Qarşılaşma qapıda bir Asif Məmmədli, 10 komandanın kapitanı Əfsələddin Yusifli, 17 Sərxan Rəsulzadə, 20 Məhəmməd Lətifli, 26 Davud Salmanzadə, 11 Royal Abdullayev, 18 Uğur İsmailov, 99 Yaqub Hüseynov, 15 Onur Məmmədli. Komandanın baş məşqçisi Elbrus Quliyevdir. İndi isə Kapital Baku qapıda 1 Həsən Aslanov, 3 Tuncay Səfərli, 7 Səid Ağazadə, 8 Uğur Hüseynzadə, 10 Muradəli Məmmədov, 11 Cəfər Baxşiyev, 14 Elcan Alxaslı, 4 Ayxan Nəbiyev, 6 Sübhan Həbibov. Komandanın baş məşqçisi bir daha xatırladım ki, təcrübəli futbol mütəxəssisi Tural Hüseynovdur. Kapital Baku'nun digər oyuncularını da sizə təqdim edirəm. 90 Ömər Şahvələdov, 9 Müşfiq Qüddəsərli, 17 Şahin Cəlizadə, 20 Tuncay Məmmədov, 21 Orxan Xasiyev və Ayxan Şabanov. Kapital Baku komandasının rəhbəri isə Sərxan Əliyevdir. İndi qayda bəli pozulur. Hakim Cəfərin qaydanı pozduğunu bildirir. Xançınar komandası standart vəziyyətdən topu oyuna daxil edəcək. Kapitan Yusifli topun gerisinə yaxınlaşır. İrəliyə doğru ötürməyə qapıcı Həsən Aslanov. Həsən topu irəli vurur. Uğur topu Xançınarın cərimə meydançasına doğru göndərir. Royal Tuncay onun qarşısını kəsir. Uğur Hüseynzadə cərimə zərbəsindən topu oyuna daxil edəcək. Kapital Baku'nun təhlükəli oyuncularından biridir. Hakimlə işarə gəldi. Uğurdan içəriyə doğru başla qapıya zərbə, top qapının üstündən keçir. Cəfərin zərbəsi idi. Outdan Muradəli top oyuna daxil edəcək. Elcanla oynayır. Elcan içəriyə doğru ötürmə. İndi top nələr baş verir və top qapıya daxil olur. Kapital Baku futbolçuları hesabı açır. Elcan Alxaslı topu qapıya göndərir. Elcanın qolu. Və futbolçular bu cür qol sevinci yaşayır. Kapital Baku komandası hesabı döndədir. Qolun təkrarı bizə bir daha təqdim olunur. Elcan burada topu qapıcının üzərindən ataraq qapıya göndərir. Səid 2 rəqibini keçməyə çalışırdı, amma topu itirmədi. Cəfər Məhəmməd ona qarşı mübarizə apardı. İkincidən zərbə ilə Kapital Baku futbolçuları topu oyuna daxil edəcəklər. Komandanın 10 nömrəli futbolçusu Muradəli Məmmədov topun gerisindədir. İkinci zərbəsini o yerinə yetirəcək. İçəriyə qapıya başla zərbə, 2-0. Ayxan Nəbiyev topu başla qapıdan keçirir. Kapital Baku ikinci qolu vurur.
Murad Əli Məmmədov isə ikinci məhsullar ötürməsini edir. İlk qolun məhsullar ötürməsini Elcan etmişdirsə, bu dəfə isə Ayxanın fərqlənməsinə imkan yaradır. Əslində trendə düşür. Yəni Həsən. 50 minə yaxın adam Və indi ani bir diqqətsizlik qapıya daha bir zərbə qapçı Həsən. Qapçı Asif üzr istəyirəm. 50 min senin üçün azdır. Ona görə dəyişdi. Bu səhvinin qolla nəticələnməsinin qarşısını kəsir. Ayxan Sübhan istiqamət edilmiş ötürməklə Davud out. Xançınar komandası out atışını yerinə yetirəcək. Onur istiqamətlə edilmiş ötürməkdir. Geriyə. Aslanov topu irəli vurur. Murad Əli Məmmədov. Ötürməsi yoxdur oyundan. Kənar vəziyyət Murad Əli qapını yoxlayır. Qapıya zərbəsi qapçı. Asif topun. Bəli, topu tuta bilmir amma hər şey burada. Qapıya daha bir zərbə nələr baş verir. Uğur topun qapıdan keçməsinə mane olur. Xilaskar rolunu oynuyor. Asif qapıdan zərbə ilə Xançınar oyuncuları topunu daxil edir. Sübhan içəriyə daha bir ötürmə. Davudu qarşılayır. Sərxan. Sərxanın bir dəqiqə keçdi amma Murad Əlinin və indi bəli. Öz komandasından gələn topu qapçı əlinə götürməyə çalışdı. Sərbəst zərbə təyin olunacaq. Cərimə meydançasının içərisindən, yəni birbaşa top qapıya, yəni heç kimə dəyməyərək daxil olarsa bu qol qeydə alınmayacaq. İkili toxunuş olmalıdır. Yəqin ki, Maksud Şamiyev Kapital Bakı futbolçularına bunu izah etdi ki, bəli, indi izah etdi. İkili toxunuşla qapıya zərbə indirmək lazımdır. Və yaxud da hər hansısa bir ev tapşırıq izləyə bilərik. Sanki bu dəqiqələrdə Xançınar komandası bu epizodda qapını bir anlıq qalaya bənzətdim. Onlar qapını qorumağa çalışacaq. Elcan topu və ötürdü Uğurdan zərbə. Və top meydanı tərk edir. Daha bir cərimə zərbəsi Murad Əli irəliyə, qapıya birbaşa zərbə top qapının yanından keçir və beləliklə ilk hissə başa çatır, qısa fasiləyə ayrılır. Gelin bura. Kaçın uşaqlar, kaçın bura. Bir də hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Kapital Baku Xançınar görüşünün ikinci hissəsi sizlərə təqdim olunur. Səid mərkəzdən topu oyuna daxilidir. İlk hissədən sonra Kapital Bakunun iki cavabsız qolla üstünlüyü davam edir. Hər iki qolun məhsullar ötürməsini Murad Əli Məmmədov etmişdirsə, birinci qolu Elcan və ikinci qolu Ayxan vuraraq Kapital Bakun hesabda oyuna çıxartdı. Uğur indi ikinciden zərbə ilə top oyuna daxil edəcək. İçəriyə doğru tümə başla qapıya zərbə Ayxan. Bu dəfə zərbəsi qapının yanından keçir. İlk hissədə başla qapıya dəqiq zərbə indirmişdi. Outdan Xançınar futbolçuları top oyuna daxil etdi. Yaqub qapıya zərbə yaxı alınmır. Royal. Gel 11 gel. Orxan Məmmədov meydanda görürük. Tuncay topu bəli komandası üçün qazandırdı. Orxan topladı Orxan. İçəriyə doğru. Ötürmə indi qapıya zərbə vurmaq lazımdır. İndirir və Səidin zərbəsi qapının üstündən keçir. Və Tural Hüseynov onun yerlə qapıya zərbə indirməsini istədi. Amma Səid bu epizodda başqa bir fikirdəydi. Qapıdan zərbə ilə top indi yenidən Səid topu qazandı. İndi bir dəqiqəsində ikinci zərbəsini indirir. Bu dəfə də top qapının yanından keçir.
Bir dəqiqə ərzində qapıya Səid 2 zərbə indirdi. Növbət dəfə qapıdan zərbə ilə top oyuna daxil edilir. Yenidən Kapital Bakı komandası Uğur. Topu birbaşa qapıya qapçı. Topu bəlində qarşısını kəsə. Bəli, bildi hər şey burada. Xançınar komandası üçün yaxşı qurt, amma hələ hücum davam edir. Qarışıqlıq yaranmışdı. Bu epizodda Ayxan. Ayxandan qapıya zərbə, top. Qapıya daxil olur, 3-cü qolu vurur. Kapital Bakı komandası Ayxan özünün ikinci komandasının 3-cü qoluna imza atır. Qarışıq bir vəziyyət yaranmışdı. Və Tural Hüseynov qapçı dəyişiklik edir. Həsən Aslanov meydana tərk edir. Ömər Şahvəladov oyuna daxil. Və indi qapıya zərbə indirilir. Xançınar oyuncuları buraxılan qollardan bir nəvədinə çıxır. Davud Salmanzadə bu qolun, bu hücumun necə başladığını tam bir şəkildə sizə göstərə bilmədik. İrəliyə doğru ötürmə. İndi Orxan, bəli, topu qazanır Orxan. İçəriyə doğru ötürmə və gözəl qol izlirik. Dabanla Tuncay topu qapıdan keçirir. Tuncay Məmmədov bir anlıq bizlərə Drogba'nın Real Madrid'in qapısına vurduğu qolu xatırlatdı. Dabanı ilə topu qapıdan keçirir. Xahiş edərdik ki, bu qolun təkrarı bizə bir daha təqdim olunsun. Bəli, Orxan Xasiyev ötürdü və Tuncay qeyri-adi şəkildə topu qapıdan keçirir. Mərkəzdən. Geriyə. Bir dəqiqələrdə Kapital Bakı komandasında qapıya daha bir zərbə, qapçı Asif topu qayda Murad Əli, daha bir zərbə, top qapıdadır. Murad Əli Məmmədov nəhayət özü də qol vurur. İki məhsuldar ötürmə ilə yətdə qalmışdı bugünkü oyunda. Nəhayət özü də PlayStation sayağı gol sevincini izləyirik. Mərkəzdən Xançınar topuna daxil edəcək. Murad Əli. Çaşıram, çaşıram. Sanki Murad Əli meydanda yorulmağın nə olduğunu bilmir. Meydanın hər hissəsində onu görə bilirik. Ayxan və ona qarşı belə qayda pozuntusu. Çünki hakim bilir ki, Ayxan özü qaydanı pozmuşdu. Onur. O kadar pes oynamışsan ki. O kadar pes. Ben de pes oynuyorum. Ver, gel yanımda tabii. Və indi Uğur 5-1. bu ötürmənin qarşısını kəsir. Kiçiklər də neyle olar? Ay, əsas Dağlar da. Sərxan altdan top oyuna daxil edir. Uğur Hüseynzadə, Uğur yox, qapıya bir anlıq zərbə vurduğunu hiss etdik. bir kata. Müşfiq ötürdü. Murad Əlidən daha bir zərbə və top qapıya daxil olur. Murad Əli Məmmədov birinci oyun üçün, ilk tur üçün mükəmməl nəticədir. 2 qol və 2 məhsulda ötürmə. Özünün ikinci, komandasının 6-cı qoluna imza atır. Hörmətli futbol azarkeşlər, artıq bu qolla da hakim görüşü bitirəcək. Hər iki komandaya növbəti oyunlarda uğurlar arzu edirik, amma rubrika sadiq qalaraq hər komandadan bir nəfər oyunun ən yaxşısı seçirəm. Xançınarda 26 nömrəli futbolçu Davud Salmanzadə, Kapital Bakıdan isə oyunun ulduzu Murad Əli Məmmədov. Əlbəttə ki, bütün uşaqlar meydanın ən yaxşısı olmağa layiqdir, amma rubrika sadiq qalaraq bir nəfəri seçməliyəm. Bu da faydalı iş əmsalına görə rəqiblərini də qabaqladı və indi eşidirik. Murad Əlini eşidirik və bizə ayrılmış vaxt burada başa çatır. Hörmətli futbol azarkeşləri, sağ olun, gələn görüşlərədək. Aferin size uşaqlar, aferin.